Salam izləyicilər, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda sizlərə hazırlanması çox asan olan, çox dadlı, ləzzətli, yumşaq çörək resepti bölüşürəm. Deməli, xəmiri yoğuracağım qaba 400 qram su əlavə edirəm, ilıq su. Üzərinə 1 çay qaşığı dolu quru maya əlavə edirəm. 1 çay qaşığı şəkər tozu da töküb bunları qarışdırıb təxminən 2-3 dəqiqə mayanın aktiv olmağını gözləyirəm. Ardından üzərinə 700 qram un əlavə edirəm və 1 xörək qaşığı dolu duz da əlavə eləyib bunları qarışdıraraq xəmir yoğururam. Dediyim kimi çox asan hazırlanan sadə bir çörək reseptidir. Yəqin ki çoxunuz da bu üsulla hazırlayır çörəyi. Xəmirimi yoğurandan sonra qoyuram, üzərini dəsmalla örtüb qoyuram ilıq yerdə təxminən 2-3 saat mayalansın. Artıq təxminən 3 saat keçib, xəmirim mayalanıb. Mən də elə bil ki, çörək bişirəcəyim listi duru yağla yağlayıram yaxşıca. Ardından xəmiri bura yerləşdirirəm və xəmirin üzərini çox əzmədən, yəni bastalamadan, yüngülcə, yəni bastalayaraq açıb genişlədirəm xəmiri. İstəsəz xəmiri listə bir 15-20 dəqiqə gözlədə bilərsiniz, biraz köpməsi üçün. Amma mən bu dəfə gözlətmədim. Gördüyünüz kimi kiçik barmağımla üzərinə naxışlar vurdum, çizgilər çəkdim və çəngəllə də qabarmaması üçün çizgilər atdım. Və qırdığım bir ədəd yumurtanı da xəmirin üzərinə çəkirəm. Üzərinə zövqə görə də çörək otu səpirik və qoyuram 220 dərəcədə yarım saat bişsin. Ola bilər ki, indi sobaya görə biraz gec bişsin və yaxud da biraz tez də bişə bilər. Və artıq çörəyimiz bişib. Çox gözəl, yumşaq bir çörəkdir. Mütləq sizin də hazırlamanızı tövsiyə edirəm. Gördüyünüz kimi çox vaxt aparmır hazırlanmağı. Hələlik bu qədər. Sağ olun, salamat qalın. Allah'a emanet olun.